Salam əziz izləyicilər. Bugün sanki kainat pişilti ilə sizə nəsə demək istəyir. Amma bunu anlamaq üçün biraz sakitlik və diqqət lazımdır. Gözünüzü açın, ürəyinizi dinləyin və bugün sizə gətirəcəyi işarələri qaçırmayın. Bəlkə də ən kiçik hadisə belə böyük bir dəyişimin başlanğıcıdır. Qoç burcu. Bugün adi günlərdən biri olmayacaq. Səhərdən hiss edəcəksiniz ki, nələrsə dəyişməyə başlayıb. Hər şeyi təsadüf saymayın. Qarşınıza çıxacaq kiçik bir fürsət gələcək günlər üçün böyük qapı aça bilər. Ətrafınızdakı insanların hamısı düşündüyünüz kimi deyil. Bəziləri sizi səssizcə izləyir, bəziləri isə uğurunuzu qəbul etmək istəmir. Ona görə də bugün sözlərinizə və davranışınıza diqqət edin. Özünüzü sübut etməyə çalışmayın. Qoy nəticələriniz danışsın. Pul mövzusunda sevindirici xəbər ala bilərsiniz. Çox böyük məbləğ olmasa da sizi narahat edən bir yükü yüngülləşdirəcək. Lazımsız xərclərdən uzaq durmaq yaxın günlərdə sizə xeyir verəcək. Sevgi həyatınızda maraqlı hadisə mümkündür. Uzun müddətdir sizdən xəbər gözləyən biri var. Əgər aranızda soyuqluq yaranıbsa kiçik bir addım hər şeyi dəyişə bilər. Amma qərarı tələsmədən verin. İşdə və ya təhsildə səbirli olmaq vacibdir. Əsəbləşən uduzacaq, sakit qalan isə ustun çıxacaq. Bugün tələsmək yox, ağıllı davranmaq sizə qazandıracaq. Axşam saatlarında alacağınız bir xəbər əhvalınızı dəm dəyişə bilər. Gözlənilməz zəng, mesaj və ya görüş sizə yeni ümid verəcək. Bugün heç bir fürsəti kiçik hesab etməyin. Bəzən ən böyük dəyişiklik adi bir söhbətlə başlayır. İçinizdəki hissə güvənin, çünki bu dəfə o sizi doğru istiqamata aparacaq. Boğa burcu. Bugün hər şey göründüyü kimi olmayacaq. Sizi düşündürən bir məsələ gözlənilmədən aydınlaşa bilər. Tələsməyin. Hadisələrin axarına diqqətlə baxın. Düzgün qərar vermək üçün biraz səbir kifayətdir. Maddi vəziyyətinizdə sevindirici dəyişiklik mümkündür. Gözlədiyiniz bir ödəniş və ya yaxşı xəbər əlinizi rahatlaşdıra bilər. Amma bugün lazımsız alış-verişə meyil etməyin. Yaxın günlərdə pulunuzu daha vacib iş üçün istifadə edə bilərsiniz. İşdə və ya təhsildə kimsə sizi əsəbləşdirməyə çalışacaq. Özünüzü idarə edə bilsəniz üstün tərəf siz olacaqsınız. Hər sözə cavab vermək məcburiyyətində deyilsiniz. Sakit davranışınız həminin diqqətini çəkəcək. Ailə daxilində xoş söhbət və ya gözlənilməz xəbər əhvalınızı yüksəldəcək. Yaxınlarınızdan birinin sizin dəstəyinizə ehtiyacı ola bilər. Onu diqqətlə dinləyin, çünki sizin bir cümləniz onun üçün çox dəyərli olacaq. Sevgi həyatınızda keçmişi düşünməklə vaxt itirməyin. Qarşıdakı günlər yeni hisslər gətirə bilər. Qəlbinizi bağlamayın, həyatın sizə hazırladığı sürprizə imkan verin. Axşam saatlarında alacağınız bir xəbər planlarınızı dəyişə bilər. İlk baxışdan kiçik görünən hadisə sonradan böyük fürsətə çevriləcək. Sakitliyinizi qoruyun. Əkizlər burcu. Bugün adi görünən bir söhbət sizə vacib bir həqiqəti göstərə bilər. Hər eşitdiyiniz sözü diqqətlə dinləyin. Çünki kiçik bir ipucu gələcək planlarınızı dəyişə bilər. Maddi məsələlərdə ehtiyatlı davranın. Əlinizə keçən pula tələsik xərcləməyin. Qarşınıza maraqlı təklif çıxa bilər, amma hər deyilənə inanmaq düzgün olmaz. Biraz düşünmək sizi səhvdən qoruyacaq. İşdə və ya təhsildə fərqli baxışınız diqqət çəkəcək. Əvvəlcə sizə başa düşməyənlər olsa da, sonradan fikrinizin nə qədər doğru olduğunu görəcəklər. Özünüzə inamınızı itirməyin. Sevgi həyatında gözlənilməz bir canlanma var. Sizə qarşı hissləri olan biri bunu deməyə cəsarət etmir. Əgər münasibətiniz varsa, səmimi söhbət aranızdakı soyuqluğu aradan qaldıra bilər. Əgər subaysınızsa, yeni tanışlıq üçün maraqlı bir gün olacaq. Ailənizdən biri sizin diqqətinizi gözləyir. Bəzən uzun məsləhətlərdən daha dəyərli olan sadəcə dinləməkdir. Kiçik dəstəyiniz böyük sevinç yaradacaq. Axşam saatlarında alacağınız xəbər əhvalınızı yüksəldəcək. Gözlənilməz görüş və ya mesaj sizə yeni ümid verəcək. Bugün evdə qapanıb qalmayın. Bugün hər şeyi idarə etməyə çalışmayın.
Bəzi hadisələrə imkan versəniz, nəticə sizi xoş təəccübləndirəcək. Rahat olun, özünüzə güvənin. Xərçəng burcu. Bugün gözləmədiyiniz bir hadisə planlarınızı dəyişə bilər. İlk baxışdan adi görünən bir təklif sonradan sizin üçün böyük fürsətə çevriləcək. Ona görə də heç nəyə tələsik yox deməyin. Ətrafınızda sizi əsəbləşdirmək istəyən biri ola bilər. Onun oyununa gəlməyin. Sakit qalmağınız bugün sizə üstünlük qazandıracaq. Hər mübahisəyə qoşulmaq lazım deyil. Maddi vəziyyətinizdə müsbət dəyişiklik hiss oluna bilər. Amma gələn pula dərhal xərcləmək düzgün olmaz. Biraz səbr etsəniz daha faydalı qərar verəcəksiniz. Ailəniz və yaxınlarınız sizin diqqətinizi gözləyir. Səmimi söhbət bir çox incikliyi aradan qaldıra bilər. Bugün onlara vaxt ayırmaq peşman etməyəcək. Sevgi həyatınızda maraqlı dəyişiklik mümkündür. Əgər münasibətiniz varsa, hisslərinizi gizlətməyin. Əgər subaysinizsə, gözlənilməz tanışlıq ürəyinizi isidə bilər. Ən gözəl hadisələr planlaşdırılmadan baş verir. İşdə və ya təhsildə qarşınıza çıxan yeni məsuliyyətdən qorxmayın. Bu, öz bacarığınızı göstərmək üçün yaxşı fürsətdir. Özünüzə güvənin. Axşam saatlarında alacağınız bir xəbər əhvalınızı yaxşılaşdıracaq. Kiminsə dediyi xoş söz və ya gözlənilməz mesaj sizi sevindirəcək. Bugün anlayacaqsınız ki, bəzi sualların cavabını yalnız zaman verir. Səbirli olun və qarşınıza çıxan imkanları qaçırmayın. Şir burcu. Bugün içinizdə güclü bir enerji hiss edəcəksiniz, amma eyni zamanda biraz gərginlik də ola bilər. Hisslərinizi gizlətmək əvəzinə düzgün insanla bölüşmək sizə rahatlıq gətirəcək. İş və ya təhsil mövzusunda fikirləriniz diqqət çəkəcək. Hamı dərhal başa düşməsə də, zaman keçdikcə haqlı olduğunuz ortaya çıxacaq. Ona görə öz sözünüzdən geri çəkilməyin. Pul məsələsində ehtiyatlı olun. Gözlənilməz xərclər və ya cəlb edici təkliflər ola bilər, amma hər fürsət həqiqətən dəyərli deyil. Düşünərək addım atın. Sevgi həyatınızda kiçik anlaşılmazlıqlar mümkündür. Sözləri düzgün seçsəniz, hər şey yoluna düşəcək. Bəzən sadə bir cümlə böyük problemi həll edir. Əgər münasibətiniz varsa, birlikdə sakit bir vaxt keçirmək münasibətə yaxşı təsir edəcək. Kiçik jestlər bugün daha çox dəyər daşıyır. Sağlamlığınıza diqqət edin. Yorğunluq və gərginlik sizi biraz zəiflədə bilər. Özünüzə vaxt ayırmaq vacibdir. Axşam saatlarında gözlənilməz bir xəbər eşidə bilərsiniz. Bu xəbər sizi düşündürəcək, amma eyni zamanda yeni qərar verməyə kömək edəcək. Bugün tələsməyin. Bəzi şeylər öz vaxtında daha düzgün olur. Qız burcu. Bugün biraz yorğunluq hiss edə bilərsiniz. Xüsusilə açıq havada və ya çox hərəkət tələb edən işlər sizi tez yoracaq. Özünüzü məcbur etməyin. Ara vermək sizin xeyrinizə olacaq. Ailə və ya münasibətlərdə pul mövzusu ilə bağlı kiçik anlaşılmazlıq yarana bilər. Amma bu ciddi problem deyil. Sakit danışmaqla hər şey yoluna düşəcək. Sizin sakitliyiniz vəziyyəti yumşaldacaq. Ətrafınızdakı insanlar sizə yeni fikir və planlar verə bilər. Amma hər deyilənə dərhal qoşulmayın. Bugün ilham ala bilərsiniz, amma qərarı özünüz verməlisiniz. Bəzi insanlar və ya boş söhbətlər sizi yoracaq. Belə mühitdən uzaq durmaq sizə yaxşı təsir edəcək. Bəzən kənara çəkilmək ən düzgün seçimdir. Sevgi həyatınızda isti və səmimi anlar mümkündür. Sizin kiçik diqqətiniz belə qarşı tərəfi sevindirəcək. Bugün sadə sevgi jestləri çox şey dəyişə bilər. Dostlarla görüş, kino və ya gəzinti əhvalınızı yaxşılandıra bilər, amma özünüzü yormayın. Sağlamlığınıza diqqət edin, düzgün qidalanın və istirahətə vaxt ayırın. Bədəninizin siqnallarını qulaq ardına vurmayın. Axşam saatlarında sakitlik hiss edəcəksiniz. Bugün anlayacaqsınız ki, hər şeyi idarə etməyə ehtiyac yoxdur. Tərəzi burcu. Bugün içinizdə biraz ziddiyyət hiss edə bilərsiniz. Hər şey sakit görünsə də, daxilınızda dəyişiklik istəyi olacaq. Bundan qorxmayın, bu sizi doğru istiqamata aparan bir işarədir. Kiminsə sizə qarşı çıxması mümkündür, amma mübahisə etmək əvəzinə anlamağa çalışsanız, vəziyyət tez yumşalacaq. Bəzən sakit qalmaq ən güclü cavabdır.
İş və ya təhsildə yeni bir plan və ya fikir ortaya çıxa bilər. Tələsməyin, avval düşünün, sonra addım atın. Bugün düzgün strategiya sizin üçün daha vacibdir. Pul mövzusunda diqqətli olun. Gözlənilməz xərclər ola bilər. Lazımsız alış-verişdən uzaq durmaq yaxşıdır. Dostlarınız kömək təklif edə bilər, amma qərarı siz verməlisiniz. Sevgi həyatınızda kiçik anlaşılmazlıqlar mümkündür. Sözlər yanlış başa düşülə bilər. Ona görə diqqətli danışın. Böyük problem yaratmağa ehtiyac yoxdur. Ailədə və yaxınlarla münasibətdə də ehtiyatlı olun. Sizin haqqınızda yanlış sözlər eşidə bilərsiniz. Amma buna dərhal reaksiya verməyin. Zaman hər şeyi düzəldəcək. Sağlamlığınız üçün özünüzü çox yormayın. Su içmək və açıq havada gəzmək sizə yaxşı təsir edəcək. Axşam saatlarında sakitlik və rahatlıq hiss edəcəksiniz. Əqrəb burcu. Bugün biraz gərginlik hiss edə bilərsiniz. Ahvalınız dəyişkən ola bilər, amma özünüzü itirməməyə çalışın. Səbirli olsanız günün sonunda hər şey daha aydın görünəcək. Pul və ya kömək mövzusunda sizə müraciət edən insanlar ola bilər, amma hər kəsə dərhal güvənməyin. Bugün maliyyə məsələlərində ehtiyatlı olmaq vacibdir. Ev və ailə ilə bağlı dəyişiklik istəyi yarana bilər, amma böyük qərarları tək başına verməyin. Böyüklərin və ya təcrübəli insanların fikrini dinləmək sizə fayda verəcək. Sevgi həyatında biraz boşluq hiss edə bilərsiniz. Keçmişi düşünmək mümkündür, amma orada ilişib qalmayın. Hər şey zamanla düzəlir. Əgər münasibətiniz varsa, planlarınız dəyişə bilər, amma bu pis deyil. Birlikdə daha çox vaxt keçirmək imkanı yarana bilər. Sadə söhbətlər münasibəti gücləndirəcək. İşdə və gündəlik həyatda planlı olmaq vacibdir. Əks halda bəzi imkanları qaçıra bilərsiniz. İşlərinizi düzgün seçin. Bugün kiməsə kömək etmək qabiliyyətiniz diqqət çəkəcək. Sizin bir sözünüz kiminsə gününü dəyişə bilər. Sağlamlığınıza diqqət edin. Bədəninizin siqnallarını görməzdən gəlməyin. Özünüzə qarşı yumşaq olun. Axşam saatlarında daha sakit və yüngül hiss edəcəksiniz. Bugün anlayırsınız ki, hər şeyi idarə etməyə ehtiyac yoxdur. Oxatan burcu. Bugün daha sakit və aydın düşünə biləcəyiniz bir gündür. Əvvəlki tələskənliklər azalır və vəziyyətlərə daha real baxmağa başlayırsınız. Sağlamlığınıza diqqət edin. Yorğunluq və enerji azalması hiss edə bilərsiniz. Özünüzü məcbur etməyin. Yüngül hərəkət və təmiz hava sizə yaxşı təsir edəcək. Yaxınlarınızla keçirdiyiniz vaxt bugün çox dəyərlidir. Uzun söhbətlərdən çox sadə birlikdəlik sizə rahatlıq gətirəcək. Emosional dəstəyə ehtiyacınız var. İş və ya təhsil sahəsində işlər tədricən yoluna düşür. Gecikdirdiyiniz tapşırıqları tamamlamaq üçün yaxşı gündür. Bugün etdiyiniz işlər gələcəkdə sizə rahatlıq verəcək. Pul mövzusunda diqqətli olun. Lazımsız xərclərdən uzaq durun. Bugün qənaət etmək ən düzgün qərardır. Sevgi həyatında diqqət və maraq artacaq. Amma qərar verməyə tələsməyin. Hisslər qarışıq ola bilər. Əgər münasibətiniz varsa, kiçik anlaşılmazlıqlar mümkündür, amma ciddi deyil. Sakit danışıq hər şeyi həll edəcək. Axşam saatlarında xoş bir hadisə və ya romantik bir an yaşaya bilərsiniz. Kiminsə səmimi sözü və ya diqqəti sizi sevindirəcək. Bu günün əsas mesajı: tələsməyin və hər şeyi öz axarına buraxın. Hər şey düzgün vaxtında öz yerini tapacaq. Oğlaq burcu. Bugün sizə ən yaxşı təsir edən şey sakit və yaradıcı məşğuliyyətlər olacaq. Sadə işlər, əl işi və ya evdə kiçik dəyişikliklər sizi rahatladacaq. Gün ərzində maraqlı bir insanla görüşə bilərsiniz. O sizə iş, pul və ya gələcək planlarla bağlı dəyərli məsləhət verə bilər. Diqqətli olun. Belə fürsətlər təsadüfən gəlir. Ailə mühiti bugün sizə xoş təsir edəcək. Yaxınlarınızla vaxt keçirmək əhvalınızı yaxşılaşdıracaq və hamını bir-birinə yaxınlaşdıracaq. Sevgi mövzusunda biraz ehtiyatlı olun. Hisslər güclü ola bilər, amma hər şeyə tam qarışmaq lazım deyil. Öz sərhədinizi qorumaq vacibdir.
Qohumlar səbəbindən münasibətlərdə kiçik gərginlik yarana bilər, amma sakit danışıqla hər şey həll oluna bilər. Sizi yoracaq insanlardan uzaq durmaq bu gün vacibdir. Özünüzü boş yerə stressə salmayın. Sağlamlığınıza diqqət edin. Yüngül hərəkət, gəzinti və su içmək sizə yaxşı təsir edəcək. Axşam saatlarında ailə ilə sakit vaxt keçirmək sizə rahatlıq gətirəcək. Şam işığında yemək və ya sadə söhbət sizi tam yüngülləşdirəcək. Bugün siz anlayırsınız ki, hər yükü daşımaq lazım deyil. Bəzən dayanmaq və nəfəs almaq ən doğru seçimdir. Dolça burcu. Bugün sakit, amma faydalı bir gün ola bilər. Böyük dəyişikliklər olmasa da, atdığınız kiçik addımlar gələcəkdə sizə böyük nəticə verəcək. İş və gündəlik həyatda hər şey yavaş gedə bilər, amma bu normaldır. Səbirli olsanız, düzgün istiqamətdə irəliləyəcəksiniz. Ahvalınız dəyişkən ola bilər. Bəzən enerjili, bəzən yorğun hiss edə bilərsiniz. Özünüzü məcbur etməyin. Ritminizi qəbul edin. Pul məsələsində diqqətli olun. Heç kimə düşünmədən borc verməyin və ya almayın. Yazılı razılaşma olmadan addım atmayın. Ailə və yaxınlarla münasibətlər bugün sizə rahatlıq verəcək. Uşaqlar və ya ailə üzvləri sizi sevindirə bilər. Sevgi həyatında anlayış çox vacibdir. Açıq və sadə danışıq bir çox problemi həll edəcək. Əgər iş və ya səfərlə bağlı yol varsa, bu gələcəkdə sizə fayda gətirə bilər. Bugün başlayan işlər gec də olsa nəticə verəcək. Axşam saatlarında yaxınlarınızla sakit vaxt keçirmək sizə yaxşı təsir edəcək. Sadə söhbət və birlikdəlik münasibətləri gücləndirəcək. Bugünün dərsi budur. Böyük nəticələr böyük tələskinliklə yox, səbirli və düzgün addımlarla gəlir. Balıq burcu. Bugün üzünüzdə təbii bir təbəssüm olacaq və insanlarla ünsiyyət daha asan görünəcək. Hatta yad insanlar belə sizə yaxın kimi gələ bilər. İş mühitində isə diqqətli olun. Kiminsə davranışı sizi əsəbləşdirə bilər, amma sakit qalmaq sizin üçün daha faydalıdır. Gərginliyə reaksiya verməyin. Maliyyə məsələlərində ehtiyatlı davranın. Kiçik səhv və ya diqqətsizlik sonradan problem yarada bilər. Tapşırıqları diqqətlə yerinə yetirin. Günün ikinci yarısında yaxşı bir xəbər ala bilərsiniz. Bu xəbər ailə daxilində sevinç və rahatlıq yaradacaq. Əgər imkan varsa, qısa bir gəzinti və ya səfər sizin enerjinizi yeniləyəcək. Kiçik bir dəyişiklik belə sizə yaxşı təsir edəcək. Bugün insanlar sizi daha çox tərifləyə bilər. Bu sizin əvvəlki zəhmətinizin nəticəsidir. Amma təvazökar qalmaq vacibdir. Ailə həyatında xoş və isti bir atmosfer olacaq. Kiçik diqqət və sevgi böyük xoşbəxtlik gətirə bilər. Axşam saatlarında daha sakit və rahat hiss edəcəksiniz. Bugün siz anlayırsınız ki, sakitlik bəzən ən böyük gücdür. Əzizlər, unutmayın, hər gün bir hekayədir, amma onu necə yaşamaq sizin əlinizdədir. Bugünün gətirdiyi hissləri, insanları və imkanları sadəcə keçib getməyə qoymayın. Bəzən bir təbəssüm, bir söz və ya bir qərar bütün yolu dəyişə bilər. Sabah yenə görüşərik.